Bu bəzi dırnaq arası qarantiya verənlərə səslənirəm. Bəsdirin, bu camaatı allatmayın qarantiya ilə. Nəyin qarantiyasını verirsiniz? İstehsalçı tərəfindən verilən qarantiyanı öz adınızla niyə tətbiq edirsiniz? Sizin avtoservisiniz var, yoxsa zapçastınız var. Sabahları qarantiya ilə yaxınlaşsa kimsə problemlə necə həll edəcəksiniz? Harada həll edəcəksiniz? Kitaya göndərəcəksiniz avtomobili. Qarantiya ilə avtomobil istəyənlər yaxınlaşın, rəsmi servisdən əldə edin, ya da ucuz qiymətə istəyirsinizsə, bu avtomobillərin zəmanəti yoxdur. Çin buna zəmanət verir və sabahları Allah uzaq eləsin, hər hansısa bir problemi yaransa, sizin probleminiz istehsalçıya deyiləcək. O da ki, daha özünüz başa düşdünüz də nə məsələdir. Ona görə avtomobili əldə edəndə qarantiyaya çox elə uymayın. Bir müddətdən sonra onsuz da bütün üzlər açılacaq, bütün verilən qarantiyaların iç yüzü görsənəcək. Ona görə diqqətli olun, çox diqqətli olun. Sağ olun, özünüzdən müğayət olun.